Davam edirik. Xəzər dənizi vasitəsilə Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə üzmə vasitəsinin saxlanılması məqsədi ilə xəbərdarlıq atəşi açılıb və üzmə vasitəsi sahilə yanalıb. Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Xəzər dənizində keçirilən tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitəni İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb. Sentyabrın 27-sində Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədi ilə xəbərdarlıq atəşi açılıb. Üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yanalmağa məcbur edilib. İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran vətəndaşları Tahir Atacani, Sadiq Məxtumi və Omid Qangerme olduğu müəyyən edilib. Sərhəd pozucularının üzərindən aşkar edilən GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran ərazisindən 1074 kilometr məsafə qət edib, Türkmənistandan keçməklə Azərbaycana daxil olduqları məlum olub. Saxlanılan üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kiloqram 800 qram narkotik vasitə aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində Niva markalı nəqliyyat vasitəsində 4 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Fakt üzrə Baş Prokurorluqla birgə istintaq əməliyyat tədbirləri davam etdirilir. Diana Cəlali, Space xəbər.